90%lik endirimli məhsulla aldanıla bilərsən. Möhtəşəm cümə, qara cümə və yaxud da ki, hamımızın ən yaxşı bildiyi adı ilə Black Friday. Milyonlarla insan duz qiymətə alış-veriş etmək üçün bu günləri gözləyirlər. Amma hər zaman eyni ssenari təkrarlanır. Etiketlər həftələr öncə bahalaşır və sonra 90% endirimlə satışa çıxarılır. Endirimlər o qədər böyük görünür ki, elə bir məhsullar tamamilə pulsuzdur. Lakin bu qiymətlər real deyil. Sadəcə və sadəcə manipulyasiyadan ibarətdir. Satıcılar Black Friday-də sadəcə məhsul satmırlar. Onlar bir çox başqa taktikalardan da istifadə edirlər. Məsələn, saatlıq endirimlər qoyaraq təcili alış-veriş təzyiqi yaradırlar. Son 3 məhsul qalıb deyərək qıtlıq hissi yaradırlar. Ən çox satılan məhsul deyərək isə sosial təsdiq mexanizmindən istifadə edirlər. Bu zaman isə beynimiz artıq manipulyasiya olur və düşünməkdə çətinlik çəkir. Hər halda məhsulun real qiymətini yoxlamağa diqqət etməliyik. Almağı planlaşdırdığımız məhsulların siyahısını əvvəlcədən hazırlamalıyıq. Hətta çox yaxşı fürsətlər və endirimlər olsa belə, ehtiyacımızdan artıq məhsul almamalıyıq. Çünki istifadə etməyəcəyimiz bir şey sadəcə və sadəcə bizim ziyanımız ola bilər. İndi isə özünə sual ver. Black Friday-də aldadılan tərəfsən, yoxsa ehtiyaclarının fərqinə varıb ağıllı alış-veriş edən tərəf?